Amma deyirsiniz ki, misal üçün o aşağı varlıqlar bizim ataya, atadan oğula, oğuldan nəvəyə keçir də. Onda belə çıxır ki, bunların yaşı, irqi, cinsi yoxdur. Yoxdur, yox. Onlar o qədər mənəviyyatsız Ölümsüzdürlər. varlıqlardır ki, Hə, ölümsüzdür. ölümsüzlər bir qırağa, həm də o qədər mənəviyyatsız varlıqlardır ki, mələk məsəl üçün mədəni bir centlmen kimi təsəvvür edin. Oturub sənin ancaq baxışını gözləyir ki, sən onu çağırasan. Amma aşağı titrəşim elə deyil. Cinlər elə deyil. Onlar sırtıqdılar. Hə. Onlar gələcək sənin həyatına dəxli oldu, olmadı. Sən aşağı frekansdasansa, artıq onların yemisən. Artıq onların yemisən, artıq onlar səndən o enerjini alacaqlar. Çünki sənin insan enerjisi ən yüksək enerjilərdən biridir. Yəni biz Ali varlıq. Allah bizi özünə bənzər yaradıb. Yəni Allah bizə sevgi verib. Allah bizim içimizdədir, düzdürmü? Yəni məndən üstün nə var? Yəni əlbəttə ki, Allahdır. Sonra mənəm, mən insan olaraq və aşağı titrəşim gəlmisən onların qonaq. Elə bütün günü neqativdəsən, onlar səni buraxmazlar axı. Ona görə dəyişim bu qədər çətindir də. Ona görə hər insana da bu verilmir. Çünki yapışıblar səndən, sənin bütün həyat enerjini sovrurlar. Baxın, içki içən, narkotik qəbul edən və yaxud da bütün günü neqativdə olan insanlar necə olur? Sönürlər. Xəstəlik tapırlar. Halları yoxdur. Enerji yoxdur ki, bu insan getsin hər hansı bir yaratım eləsin. Niyə? Enerji yaranır. Məsəl üçün bu videoya baxırlar. Vəsə, mən getdim. Mən bunu eləyəcəm, onu eləyəcəm, mən dəyişəcəm. Onlar ayrılırlar. Sən hara gedirsən? Hara gedirsən? Başlayırlar daha çox sənin enerjini çəkməyə. Və sən deyirsən ki, mən qərar vermişdim axı dəyişəcəm. Bu xeyir olar. Mən elə qalım burada. Amma kim ki deyir ki, yox. Nə olursa olsun mən dəyişəcəm. Kim mənim enerjimi alırsa alsın, mən qalxacam. Bu insanlar qalxır və hər zaman da qalib gəlirlər.